Salam əziz izləyicilər. Bugün mən Afər müəllimə Azərbaycan dili 1-ci hissə dim toplu vəsaitindən feilin quruluşca növlərini izah edəcəm. Birinci sualda hansı cümlədə feildən düzəlmiş feil işlənmişdir? Bizdə uşaqlar feildən düzəlmiş feil istəyir. Şad sifətindən şadlan feili düzəlib. Burada A olmaz. Fikir ismindən fikirləş feili düzəlib. Bu isimdən düzələn feildir, amma bizdən feildən düzələn feil istəyir. Mələ nə et feil, mələş nə et feil. Feildən düzəlmiş feilimiz C variantındadır. Məsələn, D-də ağardı feilində ağ sifətindən ağar feili yaranıb. Y-də isə saralır, sadə sözdür, sadə feildir. Ona görə də doğru variantımız C variantı. 2-də hansı cərgə isimdən düzəlmiş feillərdən ibarətdir? Bizi isimdən düzələn feil istəyir uşaqlar. A-da. A-da fikir verək, göy sifətindən göyər feili düzəlmişdir. Amma bizdə isimdən düzəlmiş feil istəyir uşaqlar. Ona görə A olmaz. B-də isə saralmaq qrammatik. Burada sadə sözdür, düzəltmə sözdür. C-də bel ismindən bellə feili yaranıb. Sonra ruh ismindən də ruhlan feili yaranıb. Doğru variantımız C variantıdır. Məsələn, D nə üçün deyil? Burada gen, genəl sifətdən yaranmış feildir. Y-də isə çağır, maq qrammatik. Ona görə Y-də sadə feildir. 3-də sadə feillərdən ibarət cərgəni müəyyən edin. İş, işlə, lə leksikdir. Leksik görən kimi biz düzəltmə götürürük, amma bizdən sadə feil istəyir. B-də söylə, kök, mək qrammatik, saxla, kök, maq qrammatik, dinlə, kök, mək qrammatik, bələ, kök, mək qrammatik. Sadə feilimiz B variantındadır. Məsəl üçün, C variantı nə üçün deyil? Məsələn, burada baş ismindən başla feili yaranıb, düzəltmədir. D variantında göz ismindən gözlə feili yaranıb. Ona görə də D variantı da deyil. Y variantında dərd ismindən dərdləş feili düzəlib. Ona görə də Y variantı da deyil. 4-də rəqəmlərdə çoxalmaq və azalmaq, cisimlərdə genəlmək və sıxılmaq qanuni haldır cümləsində hansı sözlər başqa nitq hissəsindən düzəlmiş feildir? Baxın uşaqlar, bizdən feildən düzəlmiş feil istəmir. Başqa nitq hissəsindən düzəlmiş feil istəyir bizdən. Baxaq. Çox sayından burada çoxal feili düzəlib. Ona görə 1-i götürürük. 2-də az sayından azal feili düzəlib. Ona görə 2-ni də götürürük. 3-də gen sifətindən genəl feili götürülüb. Ona görə də 1, 2, 3-ü götürürük. Doğru variantımız A variantı. Məsəl üçün, sıxılmaq feilində sıx kökdə ıl feillərə qoşulan leksik şəkilçidir uşaqlar. Burada sıx feilindən sıxıl feili yaranıb. Yəni, feildən feil yaranıb. Amma bizdə başqa nitq hissəsindən düzəlmiş feil istəyirdi. Burada isə hal, dır qrammatik. Bu isə sadə sözdür. 5-də nümunələrin birində feil quruluşca düzəltmədir. Deyəsən, səhərlər qaçırsan. Qaç, ır burada zaman şəklisidir. San da şəxs şəklisidir. Leksik şəkilçi yoxdur ki, deyək düzəltmə olsun. B variantında yenə uzaqlara köçürsən. Köçürsən qrammatik. Köç, kök, ür zaman şəklisi qrammatik, sən də şəxs şəklisi qrammatik. Bu da sadə sözdür. C-də. B-yə baxaq. At suyu acgözlüklə içirdi. İç, nə et? İçir, indi içir. Zaman şəklisidir, qrammatikdir. D də idinin hissəciyidir. Bu da qrammatikdir. B də deyil. D-də o əsəri bitirdi. Bit feilindən bitir feili yaranıbdır uşaqlar. İr burada leksik şəkilçidir. Ona görə düzəltmə sözdür. D variantı. Məsələn,
Atam tez-tez səfərə çıxırdı. Y variantında isə çıx, ır burada zaman şəklisidir. D da idinin hissəciyidir. Ona görə sadə sözdür. Yeni də götürmürük. 6-da. Hər üçü düzəltmə feildir. Burada apar, kök, maq qrammatikdir. Sıranı pozdu. Sadə feildir. B-də yat feilindən yatırmaq feili düzəlib. Leksik şəkli görən kimi biz düzəltmə götürürük. Uç feilindən uçur feili düzəlib. Bu da düzəltmədir. Artmaq feilindən artırmaq feili düzəlib. Art sözün köküdür. Ir da burada leksik şəkilçidir. Ona görə də B testin doğru variantı. Məsələn, C-də gəl kök, məh qrammatikdir. Sadə feildir. D-də dinlə sözün köküdür. Mək qrammatikdir. Ona görə D də olmaz. Y-də axtar sözün köküdür. Maq qrammatikdir. Ona görə də Y variantı da olmaz. Keçək 7-ci testə. Hansı cümlədə sadə feil işlənmişdir? Bizdən sadə feil istəyir uşaqlar. 1-də maşını saxlayıb fikirlərini anlada bilmişdi. Baxın, saxla kök, y bitişdiricidir. İb zaman şəklisidir. O da qrammatik şəkilçidir. Sadə feildir. Deməli, 1-i götürürük. 2-də atılıb düşmək mürəkkəbdir. Deyib gülmək mürəkkəbdir. Götürmürük. 3-də elanı oxuyanlar təşəkkür etdilər. Təşəkkür etdilər mürəkkəb feildir. Amma burada oxuyanlar sadə feildir. Oxu kök, y bitişdirici, an qrammatik, lar qrammatik. Ona görə sadə feildir. 4-də mərkəzdən təşrif buyuranlar bizimlə də tanış oldular. Tanış oldular da mürəkkəb feildir. Təşrif buyuranlar da mürəkkəb feildir. Bizdən sadə feil istəyirdi. 5-də onu anladıqca, baxın, anlamaq, dıqca isə feili bağlamağa şəklisidir. Yəni, qrammatik şəkilçi deyil, leksik şəkilçi yoxdur. 5-i də götürürük. Keçik 8-ə. Hansı cümlələrdə altına xətt çəkilmiş ifadə mürəkkəb feil deyil? Baxın, bizdən mürəkkəb feil olmasını istəyir uşaqlar. Mürəkkəb feil deyil. Mən bu kəndi alınmaz qala bilirəm. Bilirəm. Nə edirəm? Qala bilirəm. Nə edirəm? Feil. Nə bilirəm? Qala bilirəm. Aha. Mürəkkəb feil deyil uşaqlar burada. Bu isimdir. Qala sözü isimdir. Bilirəm feildir. Yəni, mürəkkəb feil deyil. İkisi bir yerdə götürülə bilməz. Ona görə 1-i götürürük. 2-də yurdun hər güşəsində istədiyim qədər qala bilərəm. Bu isə qala bilmək isə burada mürəkkəb feil kimi götürülür. Ona görə bizdən mürəkkəb feil olmadığı üçün 2-ni götürmürük. Mürəkkəb feil istəmədiyi üçün 2-ni götürmürük. 3-ə baxaq. Ömrünün hər gününü şeir qoşa-qoşa yaşayıb. Baxın, burada qoşa-qoşa da mürəkkəb feil. Yəni, qoş kök, 2 kök olana mürəkkəb götürürük. A, burada feili bağlamağın şəkilçiləridir. Ona görə bu mürəkkəb feildir. 3-ü də götürmürük. Atlar çəmənlikdə qoşa-qoşa otlayırdı. Ancaq burada qoşa-qoşa mürəkkəb feil deyil uşaqlar. Çünki burada qoşa-qoşa otlayırdı ifadəsində burada qoş deyil kök. Qoşa-qoşa, yəni mürəkkəb feil yaratmamışdır. Amma 4-də qoşa-qoşa feili bağlamadı. Bunun kökü qoşdur. Qoş, 2 kök. Amma D-də isə atlar çəmənlikdə qoşa-qoşa otlayırdı. Bu isə mürəkkəb feil deyil. Ona görə 4-ü də götürürük. 5-də yayda bu romanı dönə-dönə oxumuşam. Baxın, burada dönə-dönə yenə də mürəkkəb feil deyil. Ona görə biz 5-i də götürməliyik. Yəni, dönərək oxumuşam deyil ki bu. Araq qoyanda feili bağlama olur. Ona görə bura araq qoya bilmərik. Yəni, yayda bu romanı dönərək oxumuşam olmur. Ona görə dönə-dönə mürəkkəb feil deyil. Ona görə də 5-i götürürük. Amma 6-da baxın uşaqlar, o geriyə dönə-dönə, yəni dönərək hərəkəti nizamlamağa çalışırdı. Burada artıq mürəkkəb feil yaranmışdır 6-da. Ona görə 6-nı götürmürük.
9-da. 2 leksik şəkilçisi olan feilləri müəyyən edin. Bizdən kök 2 leksik şəkilçi istəyir uşaqlar. Sonra qrammatik ola da bilər, olmaya da bilər. Birə baxaq. Darandım sözünün kökü daramaq feilidir. N leksik, D qrammatik, M qrammatik. Burada bir leksik var, götürmürük. 2-də yandırıldı sözün kökü yan feilindən yandır feili yaranmışdı. Il da leksikdir, D qrammatik. 2 leksik olduğu için 2'ni götürürük. 3'də bağlanıb, bağ ismindən bağla feili yaranıb, bağla feilindən də bağlan feili yaranıb, ıb da qrammatikdir. Ona görə 2 leksik olduğu üçün biz 3'ü də götürürük. 4'də yəhərləndi, yəhər ismindən yəhərlə feili yaranıb, sonra da yəhərlən feili yaranıb, D qrammatikdir. 2 leksik olduğu üçün 4'ü də götürürük. Baxın uşaqlar, burada siz də çaşdıra bilərsiniz. Burada lə və n-dımı şəkilçi, yoxsa ləndimi 4'də. Ona görə bu üsuldan istifadə edin. Baxın, yəhər ismindən birinci yəhərləmək. Mək artırıb baxırsınız uşaqlar. Yəhərləmək olur, düzdürmü? Ona görə lə burada ayrı, n ayrı şəkilçidir. Yəni yəhərləmək, yəhərlənmək. 5'də vidalaşdı. Vida ismindən vidalaş feili yaranıb. D da burada qrammatik. Burada bir dənə leksik şəkilçi olduğu üçün biz bu 5'i götürmürük. Baxın, sizdə də burada la və ş-dımı fikirləşərsiniz şəkilçi, yoxsa laşdımı? Gəlin mək qoyub baxaq. Vidalamaq olmur axı uşaqlar. Vidalaşmaq olur. Ona görə laş burada bütöv şəkilçidir. La və ş-ya ayrılmır. 6'ya baxaq. Görüşdü. Gör feilindən görüş ismi yaranıb, leksik şəkilçidir. Dü də qrammatik şəkilçidir, zaman şəkilçisidir. Ona görə altında götürmürük. Böyütdü. Böyü feilindən böyüt feili yaranıb, dü də qrammatikdir. 7'ni də götürmürük. Bir leksik şəkilçi var. Qarşılandı. Qarşıdan qarşıla feili yaranıb, sonra qarşılan feili yaranıb, d da qrammatik. Baxın, burada landımı, ladımı, yenə də maq-mək qoyub baxaq. Baxın, qarşılamaq, qarşılanmaq. Hər ikisi olur, düzdürmü? Ona görə la və n şəklindədir bu. La üstəgə n şəklindədir. Aha. 8'də götürürük uşaqlar. Keçək 10'a. Oxudun sözünün quruluşca sadə olduğunu nəzərə alaraq doğru fikirləri müəyyən edin. Baxın, quruluşca sadə olduğunu nəzərə alaraq doğru fikirləri istəyir. Oxudun sözünün quruluşca sadə olmaq üçün bu sxemdə olmalıdır uşaqlar. Baxın, oxu sözün kökü du zaman şəkilçisi olmalıdır. N da şəx şəkilçisi olmalıdır. Baxaq. Feil xəbər şəklindədir. Bəli, du keçmiş zaman olduğu üçün feil xəbər şəklindədir. İcbar növdədir, xeyr. Vurğusu 3-cü hecadadır. Oxudun vurğu 3-cü hecaya düşüb, düzdür. İkinci şəxsin cəmindədir. Baxın, oxudun, sən oxudun. Sən ikinci şəxsin təkindədir, cəmində deyil, 4'ü götürmürük. Feil əmr şəklində işlənib, xeyr, bayaq dedik, xəbər şəklində işlənib, əmr şəklində yox. Ona görə 5'i də götürmürük. 1-3 testin doğru cavabıdır. 11'də feildən düzələn feilləri müəyyən edin. Baxın uşaqlar, düz, ül. Ül feildən düzələn feil yaradan şəkilçidir. Ona görə 1'i götürürük. Düzgün. Baxın, burada gün düz sözün köküdür. Gün leksik şəkilçidir, amma feildən feil yaradan leksik şəkilçi deyil. Bunu tapmağın ən yaxşı yolu gün şəkilçisini götürürük, başqa bir sözə qoşuruq. Məsələn, süzgün. Süzgün. Baxın, burada süz feildir, süz. Düzgün, süzgün. Bir dəqiqə. 11'də düzgün, süzgün. Aha, feildən düzələn feil.
Düzgündə uşaqlar düz feilindən düzgün sifəti yarandığı üçün götürmürük bunu. Süz nə idi? Süzgün necə? Baxın, feildən sifət yaradan şəkilçidir bu gün. Ona görə 2-ni götürmürük. Bizdə amma feildən feil düzəldən şəkilçi istəyir. 3-də düzəlmək. Burada baxaq, düz sifətdir yoxsa feil. Ona görə bu əl şəkilçisini götürürük, başqa sözə qoşuruq. Məsələn, düzəl, sonra daral, daral. Görürsünüz uşaqlar, dar necə sifət, daral nə et, feil. Deməli, al şəkilçisi sifətdən feil düzəldən şəkilçidir. Ona görə 3-ü də götürmürük. Məsələn, düzlük. Aha, düz kökdür, lük leksikdir. İndi baxaq burada düz sözü feildir yoxsa sifət. Ona görə lükü başqa bir sözə qoşaq. Düzlük. Məsələn, yaxşılıq. Görürsünüz, lıq, lik, lük yaxşı sifətinə qoşulduğu üçün burada düz sözü də sifətdir. Bu deməli düzlük sözü sifətdən yaranmış feildir. Ona görə 3-ü də götürmürük. Düzdürmək. Baxın, düz, dür leksikdir. İndi buradakı düzə baxaq. Sifətdir yoxsa feil. Ona görə dürü başqa bir sözə qoşaq. Düzdürmək, öldürmək. Görürsünüz, öldür. Öl burada feil, öldür feil. Deməli, dür feildən feil yaradan şəkilçidir. Ona görə 5-i də götürürük. Ümumiyyətcə, ıl, il, ul, ül, dırdir, durdur, ış üstü 4, ın üstü 4. Bunlar feildən feil yaradan şəkilçilərdir. Baxın, düzgünlük. Düz kökü, düzgün leksik, lük leksik. Burada günə baxaq. Düzgün. Aha, düz feilindən düzgün sifəti yaranıbdır. Sonra düzgün sifətindən də düzgünlük ismi yaranıb. Burada axırda sifətdən yaranmış isim olduğu üçün altında götürmürük. 12-də. Feildən feil düzəldə bilər. Baxaq. Sıxlaş. Baxaq burada sıx həm feil kimi götürülür, həm də sifət kimi. Bu laşı ona görə başqa bir sözə yenə də qoşaq. Məsəl üçün sıxlaş, yaxınlaş. Bəli, yaxın sifətinə artırıldı, düzdürmü laş şəklisi? Deməli, sıx da burada sifətdir. Bizdən amma feildən düzələn feil istəyir, ona görə 1-i götürmürük. Baxaq 2-yə. Icı, sıx, sıxıcı. Sıxıcı, qırıcı, bu feildən isim düzəldən şəkilçidir, ılı, ıcı. Amma bizdən feildən feil düzəldən şəkilçi istəyir, ona görə 2-ni götürmürük. Dıra baxaq. Ümumiyyətcə, dır və t icbar növün şəkilçisi olduğu üçün, icbar növdə feildən feili yaratdığı üçün 3-ü götürürük. Məsəl üçün, sıxdır, oxutdur. Görürsünüz, dur feildən feil yaradıb. Ona görə 3-ü də götürürük. Iş. Bəli, ışı da götürməliyik. Iş da qarşılıq birgəlik növün şəkilçisidir. Qarşılıq birgəlik növün şəkilçisi də feildən feil yaradır. Ona görə ışı da götürürük. 3-4. Sonra baxaq 5-ə. Aq. Sıxaq. Sıxaq. Aq burada sıx. Nəyi? Sıxaq. Biz sıxaq. Aq burada qrammatik şəkilçidir, leksik şəkilçi deyil. Yəni, düzəltmə söz yarada bilməz. Il. Bəli, il da sıxıl. Il burada feildən feil yaradan şəkilçidir. Sıxıl. Məsəl üçün, ilı başqa sözə qoşaq. Qırıl. Qır nə et? Qırıl nə et? Gördünüzmü? Il burada feildən feil yaradan şəkilçidir. Ona görə də 3, 4, 6 testin doğru cavabıdır. 13-ə baxaq. Doğru fikirləri müəyyən edin. Bizdən nə istəyir? Feil olmayan nitq hissələrindən düzələn feillərin işləndiyi cümlələrdir. Baxın, bizdən feil olmayan nitq hissələrindən düzələn feillərin işləndiyi cümlələri istəyir. Birə baxaq. Yazılmışdır. Feil olmayan nitq hissələrindən düzələn feillərin işləndiyi cümlələr. Bu məqalə görünür. Çoxdan yazılmışdır. Yaz feilindən yazıl feili düzəlib. Mış qrammatik, dır qrammatik.
Aha uşaqlar, mən 6-ya baxıram. 6-da feildən feil yaradan şəkilçidir də burada. Düzdürmü? 6-nı götürmək. 1-dən başlamalıydım uşaqlar. Üzrlü hesab eləyin. Nəzərimdən qaçdı. 1-ə baxaq. Soğanın acısından gözlərim yaşardı. Baxın, bizdən feil olmayan nitq səsindən düzələn feili istəyir. Baxaq. Yaş isimdən yaşar feili düzəlib. Gördünüz uşaqlar? Feil olmayan sözdən düzəlmiş feildir bu, düzdürmü? Ona görə 1-i götürürük. 2-də qocalıb. Baxın, qoca sifətindən qocal feili yaranıb, ıb da qrammatikdir. Burada sifətdən yaranmış feildir. Ona görə 2-ni də götürürük. 3-də rənglənmişdi. Rəng ismindən rənglə feili yaranıb, sonra rənglən feili yaranıb. Mişlə didə qrammatikdir. Baxın, rənglən feili rənglə feilindən yaranıb. Bizdə axı feildən feil yaradan söz istəmədi. Feil olmayan nitq səsindən yaranmış feili istədiyi üçün 3-ü də götürmürük. 4-də sərilmişdi. Sər feilindən, yenə də səril feili yaranıb. Miş qrammatik, di qrammatik. Sərilmək feili sər feilindən yaranıb. Ona görə 4-ü də götürmürük. 5-də qalmışdı. Qal feili kök, mış qrammatik, di qrammatik. Bu sadə feildir. Altında izah elədim. Testin doğru variantı 1, 2, 5-ə baxaq. Bozaran çölükdə bozaran çölük. Aha, bozarana baxaq uşaqlar bir dəqiqə burada. Boz sifətindən bozar. Nə idi? Feili yaranıb bozar. Anda burada leksik, qrammatik. Boz sifətindən bozar feili yaranıb. Deməli, sifətdən feili yaranıb. Ona görə 5-i də götürmək lazımdır. Deməli, 1, 2, 5 testin doğru variantı. 14-ə baxaq. Doğru fikirləri müəyyən edin. Burada bizdən istəyir, feildən düzələn feillərin işləndiyi cümlələri istəyir. Bir də barışdılar, barışdı qrammatik, lar qrammatik, sadə feili götürmürük. 2-də güləşəcəyik. Mən güləşəcəyik. Güləşmək feili. Əcək burada qrammatik, ik də qrammatik. 2-də də sadə feildi götürmürük. 3-ə baxaq. Dalaşmadılar. Aha. Daladır bunun kökü. Dalamaq feilindən dalaş feili yaranır uşaqlar. Şı burada leksikdir. Ma inkar qrammatik, d zaman qrammatik, lar cəm şəklisi qrammatik. Lar qrammatik. Ona görə burada feildən feil yarandığı üçün 3-ü götürürük. 4-də qaldırdılar. Birlikdə qaldırdılar. Qaldır kök, d qrammatik, lar qrammatik. 4-ü də götürmürük. Deyilənlərə görə yenə də kənddə atışıblar. At sözün kökü at feilindən atış feili atış, ış leksik, ıb qrammatik, lar qrammatik. At ismindən, daha doğrusu at feilindən atışmaq feili yaranıb. Iş burada leksik olduğu üçün və feildən feil yaratdığı üçün ona görə 5-i də götürürük. 3, 5, 6-ya baxaq. Qucaqlaşırdı. Qucaq ismindən qucaqla feili yaranıb. Qucaqla feilindən də qucaqlaş feili yaranıb. Irlandı da qrammatik. Deməli, burada qucaqla feilindən qucaqlaş feili yarandığı üçün 6-nı da götürürük. Ona görə də testin doğru variantı 3, 5, 6. Burada 3-cü hissəyə geri qayıtmaq istəyirəm. Baxın, dalaşmadılar sözündə dala feilindən dalaş feili yaranıb. Ma qrammatikdir, d zamandır, lar cəm şəklisi deyil uşaqlar. Üzrlü hesablayın, bayaq cəm dedim, fikrim qarışdı. Uşaqlar dalaşmadılar, yəni onlar dalışmadılar, şəxs şəklisidir. Bu qədər uşaqlar, feilin qırılışca növlərinin izahı bu qədər. Nəyə başa düşməsəz yorumlara yaza bilərsiniz. Sağ olun uşaqlar.